Salam, hər vaxtınız xeyirli olsun. Mən İsmail İbrahimov. Bu videoda sizə 16 mart 2026-cı il tarixində 10 və 11-ci siniflər üçün təşkil edilmiş Respublika Fən Olimpiyadasının yarımfinal turunda düşən bir sualı izah edəcəm. Sualda deyilir ki, materiklərlə bağlı doğru fikirləri müəyyən edin. 1. Afrika materikinin ərazisində mövcud olan bütün iqlim qurşaqları tam zolaq təşkil edir. Səhv ifadədir. Bilirik ki, Afrika materikində ekvatorial iqlim qurşağı bütöv zolaq təşkil etmir. Şərqə doğru getdikcə bu iqlim qurşağını subekvatorial qurşaq əvəz edir. Deməli, birinci ifadə yanlış ifadədir. 2. Cənubi Amerika materikinin yalnız bir ucqar nöqtəsi şimal yarımkürəsində yerləşir. Bəli, doğru cavabdır. Yalnız şimal ucqar nöqtəsi olan Qalinas burnu şimal yarımkürəsində yerləşir. Digər ucqar nöqtələr hər biri ekvatordan cənubda yerləşir. İkinci ifadə doğrudur. 3. Şimali Amerikada bütün çayların mənsəbi okean səviyyəsindədir. Doğru deyil. Mənsəbləri okean səviyyəsi olan çaylar hansılardır? Dünya okeanı və onun tərkib hissələri olan dənizlərə, körfəzlərə, boğazlara tökülən çaylardır. Şimali Amerikadakı çayların hamısı dünya okeanına birbaşa çıxmır. Məsələn, Mississippi çayı dünya okeanına tökülür. Meksika körfəzindən tökülür. Bəli, mənsəbi okean səviyyəsindədir. Lakin Mississippi çayının qolları, Missouri, Arkansas, Ohio və digər qolları, həmçinin daxildə olan digər çayların mənsəbləri okean səviyyəsindən yuxarıdadır. Hətta ölüm dərəsinə tökülən çayların belə mənsəbləri okean səviyyəsindən aşağıda yerləşir. Yəni, üçüncü ifadə doğru ifadə deyil. 4. Avstraliyanın ən uzun çayı yalnız mülayim işıqlanma qurşağında yerləşir. Doğru ifadədir. Avstraliyanın ən uzun çayı hansıdır? Murray və onun qolu Darling. Murray-Darling çay sistemi. Cənub tropik xəttindən cənubda, yəni cənub mülayim işıqlanma qurşağında yerləşir. Burada da deyir ki, yalnız mülayim işıqlanma qurşağında yerləşir. Doğrudur. 4 doğru ifadədir. 5. Antarktidada orta illik temperatur -80 dərəcədən aşağı olur. Yanlış ifadədir. Antarktidada mütləq minimum temperatur -80 dərəcədən aşağıdır. Lakin orta illik temperatur -80 dərəcədən aşağı deyil. O əraziyə görə dəyişir. Ümumilikdə götürsək, Antarktidada orta illik temperatur təxminən -40, -50 dərəcə arasında dəyişir. 6. Avrasiya materikinin həm şərq, həm də qərb ucqar nöqtələrinin olduğu saat qurşaqları 4 yarımkürədə yerləşir. Bu ifadə doğru ifadədir. Bilirik ki, Avrasiyanın qərb ucqar nöqtəsi 7.5, bu 0-cı qurşaqdır. 7.5. Bu 0 və ya 24-cü qurşaqdır. Avrasiyanın qərb ucqar nöqtəsi isə 9 dərəcə qərb uzunluğunda yerləşir. Portuqaliya ərazisindədir. Coğrafi olaraq 7,5 dərəcə qərb uzunluğundan qərbdə yerləşsə də, ölkə, Portuqaliya ərazisi 0-cı saat qurşağından istifadə edir. Bilirik ki, 0 və ya 24-cü saat qurşağı da 4 yarımkürədir. Yəni şərq və qərb, həmçində şimal-cənub yarımkürəsində yerləşir. Eyni ilə 169 dərəcə qərb uzunluğunda yerləşən Dejnyov burnu Rusiya ərazisinə düşür və Rusiyanın da o hissəsi 12-ci saat qurşağından istifadə edir. Yəni, ifadə olaraq doğru ifadədir. Həm şərq, həm də qərb ucqar nöqtələrinin olduğu saat qurşaqları 4 yarımkürədə yerləşir. Beləliklə, sualımızın doğru cavabı olur 2, 4, 6 A variantı. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.